İspanaqdan elə dadlı tort bişirdim ki, yeyən hər kəs reseptini soruşdu. Bir dəfə hazırlasaz digər tort reseptlərinin üstündən xətt çəkəcəksiniz. Bu videoda həmçinin keksin yaxşı qabarması, dadlı krem hazırlamaq üçün nə eləmək lazımdır, ondan da danışacağam. İlk olaraq yumurtanın ağını yaxşıca qarışdırırıq. Sonra şəkər tozunu az-az əlavə edirik. Ağarıb bərkləşəndə yumurtanın sarılarını əlavə eləməyə başlayırıq. Sonra yarım stəkan süd, duru yağ, vanil tökürük. Bu tortun əsas canı ispanaqdır. Azca su ilə birlikdə blenderdan keçiririk. Qarışımımızı əlavə edib mikseri işə salırıq. Ən son qabartma tozunu və unu az-az əlavə edirik. Biraz qarışdırıb göndəririk bişməyə. İndi keçək kremimizi hazırlamağa. Bunun üçün bizə süd, şəkər tozu, un lazımdır. Ocağa alıb bərkləşməyə başlayanda götürürük. Vanil əlavə edib soymağını gözləyirik. Bir yandan da 250 qram yağı ağarana kimi mikserdən keçiririk. Sonra soyutduğumuz bişintidən əlavə eləyib kremimizi hazırlayırıq. Mən daha da dadlı olması üçün qaymaqdan da istifadə elədim. İndi sıra gəldi keksimizlə möhtəşəm kremimizi birləşdirməyə. Keksin üstünü kəsib üzərini bəzəmək üçün ayırdım. Hər tərəfini kremlədim və ispanaqlı tortumuz hazırdır. Mən hələ belə möhtəşəm bir ləzzət görməmişəm. Mütləq sınayın.